Əsas odur ki, istidir. Bura istidir. Həm istidir, həm istidir. Həm də istidir. Sizi İmperator sarayları, klassik musiqisi və məşhur şnitseli ilə tanınan Viyanadan salamlayıram. Bu sizin üçün kənardan sadəcə bir şəhər vlog kimi görsənsə də, mənim üçün elə deyil. Bu mənim üçün bir başlanğıcdır. Uzun müddət bir insan eyni yerdə qalanda içində susmayan bir şeylər yaranır. İçindəki o səs deyir ki, çıx, gəz, yaşa, kəşf elə. Mən də içimdəki o səsə qulaq asdım və o səs məni bugün Viyanaya gətirdi. Elə məhz vlogumuzun adı da buradan gəlir. Getmək lazımdır. 24 saatlıq Viyana tiket alıram. Mənim mikrofonum niyə buradadır? Salam. Şəhərin mərkəzində faytonla səyahət edən bir çox turist görə bilərsiniz. Çünki Viyana elə məhz bununla məşhurdur. İlk dəfə də avtobus gördüm. Çox xoşbəxtəm. Səhərdən şəhərdə deyirəm ki, metro var, tramvay var, amma avtobus yoxdur, amma gördüm. Qorxmuşdum ki, şəhər avtobusda istifadə eləmirlər, amma edirlərmiş. Şəhərə ilk gələndə diqqəti çəkən ən önəmli yerlərdən biri Müqəddəs Stefan katedralıdır. Bu katedral gotik üslubda tikilib və tarixi 12-ci əsrə, hardasa 800 il əvvələ dayanır. Kilsənin ən diqqət çəkən hissəsi 136 metr hündürlüyündə olan cənub qülləsidir. Kilsənin çölündə türklərlə bağlı olan ən önəmli faktlardan biri də bu heykəldir. Osmanlı istilasından sonra Viyanalılar qələbələrini qeyd etmək üçün kilsənin çölündə belə bir heykəl ucaltdılar. Heykəl isə Müqəddəs Stefan və onun ayaqları altında Yeniçəri türk əsgərinin olduğunu görürsünüz. Əsgərin Yeniçəri olduğu, türk əsgəri olduğunu biz hardan bilə bilərik? Heykəlin arxasında gördüyünüz o qalxanda 3 hilal və 1 ulduz var. Bu isə türkləri simvolizə edir. Katedralın iki gülləsi mövcuddur. Cənub və şimal güllələri. Cənub güllələri az öncə gördüyümüz güllə idi. Həmin o güllədən qalxıb şəhəri yüksəkdən panoramik şəkildə izləmək üçün biletə ehtiyacınız var. Ancaq şimal gülləsində həmin bu katedrala girmək tam ödənişsizdir. Arzum qutana qədər şam sönürür. Katedralı gəzdikcə burada türklərin qoyduğu izlər haqqında hər addım başı yeni bir hekayə öyrənirik. Bunlardan biri də katedralın içində olan Pumerin zəngidir. Pumerin zəngi Avropanın ən böyük kilsə zəngləri arasındadır. Zəng də nazlanıb, əsas məqam budur. Zəng Osmanlı istilası zamanı onların toplarından qalan dəmir metallardan hazırlanmışdır. Ancaq 1545-ci ildə kilsədə çox dəhşətli bir yanğın çıxır və demək olar ki, kilsənin tamamı yanır. Şəhər əhalisi üçün bu kilsə o qədər əhəmiyyət kəsb edirdi ki, yanğın bitdikdən dərhal sonra əhali birləşib kilsəni yenidən bərpa edirlər. Qeyd etdiyim Pumerin zəngi yanıb məhv olduğu üçün yeni zəng yaradılır. Ancaq yenə də Osmanlılarla əlaqəsi çox böyükdür. Nə qədər ki, kilsənin içindəyik və bura istidir, sizə Osmanlılarla bağlı başqa bir fakt demək istəyirəm. 1529-cu il Osmanlılar Viyanaya hücum edirlər. Bu hücumdan sonra Viyanalılar bir qorxu bürüyür. Qorxunun həmin bu yeni bir istilanın qarşısını almaq üçün kilsəyə yeni bir nəzarətçi təyin olunur. Bu nəzarətçi kilsənin gülləsində dayanır, yarana biləcək hücuma qarşı xalqı xəbərdar edir. Osmanlılar Viyanaya yenidən hücum etsələr, həmin bu nəzarətçi o zəngi çalır. Təyin olunmuş bu nəzarətçi işini 30 ilə yaxın müddətə davam etdirmişdi. Yəni bu müddətdə Viyanalılar Osmanlıdan hələ də qorxurdular. Şəhər mərkəzində gəzərkən diqqətimizi Avstriyanın, Viyananın ən məşhur şirniyyatçılarından biri olan Demel çəkdi. Buranın Kaiser Schmarrn tələffüz edə bilmədim, ilahi. Çox məşhurdur. Ona görə də insanlar hamısı buradan şirniyyat almağı tövsiyə edirlər, xüsusən də həmin bu şirniyyatı. Biz də alıb dadına baxacağıq. İnsanların bir hissəsi çox bəyənir, ancaq bir hissəsi də şirdildiyi qədər çox ləzzətli olmadığını deyir. İndi biz yoxlayacağıq, görə necə dadır. 1786-cı ildən fəaliyyət göstərir. Əsas müştəriləri kraliyyət ailəsi idi. Xüsusən kraliyyət ailəsinə görə şirniyyatlar bişirilib, saraya göndərilirdi. Hallo, ich hätte gern ein Kaiserschmarrn. Klein. Mit Zucker. Beide. Yəni görək, insanların bu qədər təriflədiyi bu şirniyyat necə dadır? Deyəcəksiniz, baxın, heç nə bəyənmir, amma şirin turş qarışığı bir şeydir.
Sadəcə bu xəmirin adı nə gedir? Nə gedir bu xəmirin adı? Birinci xəmirinə oxşuyur. Biraz dad qatsın deyə bir turş cem əlavə ediblər. Mürəbbə, şirin turş kombinasiyasını sevirsinizsə, məncə bəyənəcəksiniz. Mən çox belə cür kombinasiyaları sevmirəm deyə. Wow, bəyənmədim, amma dadlıdır. Hazırda Viyananın ən canlı və ən lüks məkanlarının yerləşdiyi Graben küçəsindəyik. İnsanların bu küçəyə ziyarət etmələrinin başqa bir səbəbi küçənin tam mərkəzində yerləşən vəba sütunudur. Sütunun çox maraqlı bir hekayəsi var. 1679-cu ildə Viyananı vəba epidemiyası bürüyür və əhalinin demək olar ki, 1/3 həyatını itirir. Hətta əfsanəyə görə gecə yarısı insanlar həmin bu ərazidən keçməyə belə qorxurdular. Onlar düşünürdülər ki, ölmüş insanların ruhu həmin bu küçədə pıçıldayır. Bu ərəfədə artıq epidemiya bitəndən sonra 1-ci Leopold and içir ki, epidemiya şəhərdən tamamilə çıxdığı zaman həmin bu vəba sütununu ucaldacaq. Vəba niyə bu ərazidə yayılmışdı? Bu şəhərdə niyə vəba yayılmışdı? Sadəcə bir rəvayətdir, heç bir dəlili yoxdur, ancaq yenə də bu məlumatı sizlə bölüşmək istəyirəm. Orta əsrlərdə Viyanalılar pişikdən qorxurdular. Xüsusilə də qara pişiklər şeytan kimi təcəssüm olunurdu və bundan sonra şəhərdəki demək olar ki, bütün pişiklər öldürüldü. Pişiklərin öldürülməsi nə deməkdir? Pişiklərin öldürülməsi şəhərdəki sıçanların sayını artırdı. Sıçanların sayının artması isə xəstəliklərin yayılmasına gətirib çıxardı. Qeyd etdiyim kimi bu sadəcə bir rəvayətdir, ancaq insanlar həmin vəbanın yayılmasına görə bu rəvayətə inanırlar. Viyanaya insanlar ən çox Krismas vaxtı ziyarət edirlər, çünki şəhərin çox gözəl ab-havası olur. Həmin o ərəfədə şəhərin mərkəzində hərəkət etməyə, addım atmağa yer belə olmur. Hava çox soyuq olsa da, həddindən artıq soyuq olsa da, elə bu vaxtda gəlmək daha gözəldir. Bütün brendləri burada görə bilərsiniz, lüks brendləri. Hava o qədər soyuqdur ki, küçədə qapalı bir məkana getmədən faizəsiz gəzmək çox çətindir. Ona görə də biz Demenə gəldik. Onu püf elədi. Bildim havanın soyuqluğunu sizə sözlərlə ifadə edə bilmərəm. Non-stop bu yerdə gəzmək mümkün deyil. Hər iki məkandan biz artıq bir qapalı məkana gedib biraz isini verə çıxmalıyıq. Burada məşhur olan isti şokolad yeri var idi. 20 dəqiqədəki eyni yerdə fırlanırıq, ancaq fırlan tapmasaq da məcbur artıq hər hansı bir yerdə oturmalıyıq. Çünki artıq barmaqlarımı hiss eləmirəm soyuqdan, burnumu da hiss eləmirəm, çox soyuqdur. Viktoriyadan əlimizi üzdük. Dedik, gedək kafe sentrala. Qarşısında çox böyük növbə olmasa da bir balaca növbə var. Çox azdır, amma bu soyuqda heç bir qüvvə məni çöldə sıra gözləməyə məcbur edə bilməz. Ona görə də nə edirik? Gedirik. Gözləyək. Əgər adamları tez-tez içəri alırlarsa gözləyək. Əgər almırlarsa gedək. Gözləmədik sıranı. Çünki biz sıranın azalmağını gözlədikcə gördük ki, adamlar daha çoxaldı. Ona görə elə kafedə sentral bu günlük getmədik. Amma şəhərin mərkəzində bir kafeyə ilə rastlaşdıq. Hava çox soyuqdur. Yəni başqa çarəmiz yoxdur girməkdən başqa. Məncə girək. Kafenin adı Aidadır bu arada. Nə şirin adı var. Nəhayət soyuqda bir kafe tapıb otura bildik. Kafenin adı Aidadır. Çox şirin bir məkandır. Əsas odur ki, istidir. 2 şirinə sifariş etdik. Onlardan biri krem şinitdir, digəri isə apple strudeldir. Onların dadına baxacaq. Düzdür, bunlar Viyanada xüsusi restoranlarda məhz bu şirinətlərlə məşğul olan restoranlar var, ancaq biz yenə də fərqli məkanlarda da həmin bu şirinətlərin dadına baxmaq istəyirik. Qəşəng, normal. İndi əsas ən mənim üçün maraqlı olan apple strudeldir. Havadır. Dediyi qədər gözəldir. İndi bu məkanda mı daha gözəldir, yoxsa tanınmış digər məkanlarda mı daha gözəldir? Bunu bilmirəm. Digər məkanlarda sifariş edəndən sonra bunu biləcəyik. İndi isə sizinlə birlikdə arxamda gördüyünüz açıq hava muzeyinə baxacağıq. Muzeyin adı Museum in Change adlanır. Bura köhnə poçt olub və hazırda 50-dən çox proyektor var. Görünmür. Gördüyünüz bu muzey köhnə poçtun baş ofis binası idi əvvəllər, ancaq daha sonra bu əraziyə 50-dən çox proyektor və səs sistemi qoşularaq gələn qonaqlara möhtəşəm şou sərgiləyir. Qeyd etmək istərdim ki, muzey mərkəzdə yerləşir və ödənişsizdir.
Nə yalan deyim, qışda səyahət eləməyi çox sevmirəm əslinə qalsa. Xüsusən də Avropanı. Qışda səyahət edəsən, ancaq daha çox sezon olan yerlərə gedəsən. Avropa həddindən artıq çox soyuq olur və normalda da olduğu kimi hava çox tez qaraldığı üçün yaydan daha az məkana gedib görə bilirik. Elə ona görə də biz bu gün Viyanaya biraz gec çatdıq. Hava tez qaraldı. Elə ona görə də hansı məkanlar axşam gözəl görünür, oralara gedirik. Burada bir kilsə var. Votiv kilsəsidir. İndi gedəndə görəcəksiniz. Kilsənin gülləsində sonsuzluq işarəsi kimi bir led yanır. Gecələr xüsusən də yanır o işıq. Hello. Hallo. Ich hätte gerne einen Hotdog, bitte. Mit was für ein Wurst? Ich habe Käsekreiner, Bratwurst, Frankfurter. Okay. Votiv kilsəsinə gedərək dedik, bir dənə hotdog alaq. Vielen Dank. Das kostet 5,80 Euro. 5,80 Euro. Danke. Schönen Tag. Gördüyünüz bu hotdogun qiyməti 5,80 Avrodur. Bizim pula çevirsək 12 manat. Anam görsək ki buna 12 manat pul vermişik. Bir də yemək pişirmək üçün. İşləyə bilərəm. Həqiqətən çox gözəl dadır. Və restoranda yeyilən yeməklərdən daha çox zövq verdi mənə bu. Həm istidir. Adam dedi ki, ən gözəli budur. Bilmədim nə idi. Elə dedim ya. Amma həqiqətən gözəl dadır. Və nəhayət gəlib çatdıq az əvvəl sizə bəhs etdiyim Votiv kilsəsinə. Gəlin bu kilsənin hekayəsi haqqında sizə biraz məlumat verim. Bu kilsə digərləri kimi dua etmə məqsədilə deyil də şükr etmə məqsədilə tikilib. 1853-cü ildə Avstriya imperatoruna sui-qəsd təşkil olunur. Ancaq xoşbəxtlikdən imperator sağ qalır. İmperatorun qardaşı isə belə bir dua edir ki, əgər qardaşım sağ qalsa, Allaha bir kilsə tikdirəcək. Qardaşı sağ qalır və kilsənin inşasına başlanılır. Nəticədə belə möhtəşəm bir kilsə ərsəyə gəlir. Ancaq bilmirəm, kilsənin üzərindəki həmin o led işıq sonradan mı əlavə olunub? Yəqin ki, əlavə olunmuyor. Çünki 1853-cü ildə inanmıram ki, led işıqlar ixtira olmuşdur. Amma bura yayda xüsusi gözəl olur. Çünki həmin bu ərazidə insanlar əyləşirlər, belə piknik edirlər. Yəqin ki, bu kilsədə digər abidələr kimi 00-da belə bir kiçik bir şou göstərir. İşıq birdən sönüb yanmağa başladı. Kilsə 00-da işıqları artıq fərqli cür yanmağa başlayır. Viyanaya gəlib nə etmək lazımdır? Şnisel yemək. Şniseli harda yemək lazımdır? Figmüller restoranında. Bu restoran çox məşhurdur. Yəni normal vaxtda gəldikdə qarşısında çox uzun bir növbə olur. Elə buna görə də rezervasiyasız girməyi düşünmədim və bir həftənin öncədən həmin bu restoran üçün rezervasiya etdirdim. Xüsusən də 21:00 gecə saatlarını seçdim ki, insanların az olduğu bir vaxta təsadüf eləsin. Yəni də işimi şansa buraxmaq istəmədim. Çünki soyuqda gözləmək istəmirəm çöldə. Sosial anksiyetim. Restoranlarda mən şey deyə bilmirəm. Qarsonları çağıra bilmirəm. Onlar öz istəkləri ilə yaxınlaşmalıdırlar. Yaxınlaşandan sonra sifariş verə bilirəm. Yoxsa yeah, we have already decided. Yes, fine. Ich möchte auf Deutsch bestellen. Bitte gerne. Ja. Ich hätte gern Schnitzel, One pork, one chicken, okay? and extra Kartoffelsalat. Kartoffelsalat, Yeah. okay? One or two? One. One. Daha sifarişlərimiz gəldi. Biz 2 şnitzel sifariş etdik. İkisine də dadına baxmaq istəyirdik çünki. Biri donuzdur, digəri isə donuz ətli, digəri isə toyuqlu. Ancaq burada məni şnitseldən daha çox həyəcanlandıran bu salatdır. Kartof salatıdır. İnsanlar bu məkana gələndə şnitseli yediyi zaman ayrı reaksiya verirlər. Ancaq bu salatı yedikləri zaman hədsiz dərəcədə çox bəyənirlər və sadəcə bu salatı yemək üçün bura gəlməyi tövsiyə edənlər belə var. Vaxt itirmədən dadına baxaq, çünki mən də həyəcanlıyam, bilmirəm necədir. Səhv eləmirəmsə, əsl şnitsel donuz ətindən, bəlkə bifdən olurdu. One schnitzel, one salad, the cheese, two small water, one big. Service is not. Lanmadım, boğazım böyle. Geçen dadı yaxşı amma wow deyil. Əsas şeyə, kartof salat. Okay, thank you. Heç kimin ağız dadına güvənməyəcəm. Gözəldir, dadı var. Amma belə şirdildiyi qədər mütləq bunu yeməlisiz deyil. Amma gözəldir. Yəni gəlirsinizsə, şnitselin yanında kartof salatı yeyə bilərsiniz. İndi, bu qaldı. Moment. Budakı nədir? Bu da toyuq oxşur axı.
Zorladı, bu da toyuqdur. Viyana'da ikinci günümüzdür və biz bu günü arxamda gördüyünüz Viyana'nın ən möhtəşəm saraylarından biri olan Belvedere sarayını gəzərək başlamaq istədik. Sizə sarayın tarixindən danışmaq istəyirəm. Saray 1714-1723-cü illərdə tikilib. Barok üslubunda tikilmiş ən gözəl nümunələrdən biridir. Saray iki hissəyə bölünür. Yuxarı Belvedere və aşağı Belvedere olaraq. Yuxarı Belvederedə daha çox sənət əsərləri, barok üslubda olan əsərlər sərgilənir. Aşağı Belvedere isə qonaqlar üçün və yaşayış üçün nəzərdə tutulmuşdur. Sarayın qarşısındayıq, amma saraya girib-girməmək haqqında biraz tərəddüddəyik. İndi gedim tiketlərin qiymətləri haqqında maraqlanım. Sarayın içində bir çoxlarımızın tanıdığı məşhur əsərlərdən biri olan Dekis əsəri var. Onu görmək istəyirəm mən çox. Gələn ziyarətçilər ilk olaraq sarayın ətrafını gəzməklə başlayırlar. Çünki sarayın ətrafında elə gördüyünüz heykəllər, arxada və həmin bu ərazidə bir çeşmə mövcuddur. Yayda bura daha yaşıllıq və daha gözəl görüntüyə sahib olur. Şəhərin direkt saraydan baxanda şəhərin panoramasını görmək olar buradan. Möhtəşəm mənzərə açılır. Bilet qiymətləri 21 avro arasındadır. 65 yaşından yuxarı olan insanlara 17.50, tələbələrə 17.50-dir, amma biz indi girib baxsaq bizə 21 avrodur. Şəhər əhalisi nəqliyyat baxımından çox şanslıdır deyə düşünürəm. Çünki çox asan nəqliyyatları var. İstənilən yerə tramvay və metro ilə rahatlıqla getmək olur. Biz bileti gündəlik almışdıq, 24 saatlıq bilet almışdıq. Qiyməti səhv eləmirəmsə 10-20 avro, 10 avro, 10-11 avro arası idi. Nəqliyyat vasitələrindən bilməmişdən əvvəl bileti mütləq şəkildə oxutmalısınız, yoxsa keçərli olmur bilet. Mərkəzi qatar stansiyasına gəlmişik. Niyə? Səhər yemək üçün. Belvedereyə yaxındır bura. Ona görə restoran axtarmaqla çox vaxt itirmək istəmədik. Həm isti, həm də ki, gözəl bir kafe görmüşdük, ora gələk dedik. Səhv gedirik bu arada. Ora deyil. Gəldik səhər yeməyinə. 2 dənə sendviç götürdük, 2 dənə də meyvə suyu götürdük. Bunların qiyməti təqribən 16 avro oldu. Bu 4 avro, bu da ki 4 avro ikisi. Viyana küçələrində gəzdikdə diqqətdən qaçılmayacaq dərəcədə gözəl, bir o qədər də maraqlı bir bina görəcəksiniz. Həmin bu bina Hundertwasser'in evi adlanır. Arxamda gördüyünüz bu bina Fritz Reich Hundertwasser tərəfindən dizayn edilmişdi. Həmin bu sənətçi düz xətləri və simmetriyanı qəti surətdə sevmirdi. Elə buna görə də ənənəvi memarlıq üslubuna qarşı bir üslub yaratdı. Viyanaya gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir bu bura. Hundertwasser bu binanı dizayn edərkən insanların rahatlığına çox önəm vermişdir və binanın tərkibində 53 mənzil, 4 ofis mövcuddur. Hundertwasser'in evinin mərtəbələrinin hər birinin fərqli rəngdə və fərqli dizaynda olması sadəcə estetik bir seçim deyildir. Bu, fərqliliyi və fərdiliyi göstərmək istəyirdi Hundertwasser burada. Kunsthaus Viyanla Hundertwasser'in evləri demək olar ki, dizayn olaraq bir-birinə bənzərdirlər. Ancaq fərqliliklər bundan ibarətdir ki, Kunsthaus daha çox sərgi, muzey tipli bir ərazidir və burada içəridə muzeylər var. Bu muzeydə də Hundertwasser'in əsərləri, eskizləri və memarlıq planları sərgilənir. Kunsthaus'un içində muzey, onun yanında da restoranlar fəaliyyət göstərir. Biz indi restorana girmək istəyirik. İnteriori çox gözəldir bu. Ən əsas da işdir. Kiçik bir coffee break vermək üçün elə Kunsthaus'un ərazisində yerləşən kafedə oturduq. Kapuçino aldıq. Kapuçinonun qiyməti təxminən 6 avro idi. Kafenin interyerini çox bəyəndik. Elə Hundertwasser'in evlərinin, binalarının üzərində o ağacların olması kimi burada da kafenin içində çoxlu yaşıllıq mövcuddur. Bu da ki, insanın daha da fərah, relaks olursa. Qəşəng daxırı, mən çox bəyəndim bu kafeni. Gəlin, geyinin, keçinin, gəlin. Tramvay düz Hundertwasser'in qabağında saxlayır. 3 dəqiqəlik məsafəni ayaqla gelirsiniz, çatırsınız.
İndi danışmaq istəyirəm Viyanadakı cəza sistemi haqqında ki, bura gələndə siz bunları eləməyin, çünki aşağı məbləğlər deyil ödəyəcəyiniz məbləğlər. Cəzalardan birincisi və ən gülməlisi, bunu necə sözü əvəzləyim bilmirəm. Viyanada cəmiyyət içində qaz çıxarmaq, təmiz havanı çirkli hava ilə əvəz eləmək cərimədir. Bunun cəriməsinin qiymətini bilirəm 50 avrodur. Əgər siz biləməzsiniz yəqin ki. Necə yaranıb bu? Turistlərdən biri polisin qabağından keçəndə çox yüksək hava mübadiləsi eləyib. Elə ondan sonra da həmin o turisti tutublar və cərimə tətbiq ediblər. İkinci cərimə nədir? Parklarda və ictimai yerlərdə otlara basmaq. Bunun da cəriməsi təxmini 70 avrodur. Daha sonra əgər siz heyvanlarınızın gəzdirməyə çıxarmısınızsa və bu zaman heyvanların nəcislərini yerdən yığmırsınızsa, bunun özü də bir cərimədir. Yəni çox belə ağır cərimələr yoxdur ki, oyda bu necə insafsızlıqdır, belə bir cərimə tətbiq ediblər ya yoxdur. Hamısı əhalinin yaxşılığı üçün və şəhərin gözəl görünməyi üçündür. O birinci xaric. Nə gözəl bura. Salvatore Gassi. Salvatore Gassi. Qışın soyuğunda Avstriya küçələrində gəzməkdən daha çətin nə var deyə soruşsaz, yəni göstərim. Maqnit almaq həyatımın ən çətin seçimlərindən biri ola bilər. Neçədir? Bir dənəsi 5 avrodur. Burada bahadır. Biz 3 avroya görmüşdük şəhərin mərkəzindən biraz kənarda. Maqnit almadıq, amma alacağıq. 2 avrodur, 2 avrodur. Yəni niyə? Oranı çəkir. Sağ olun. Mən populyar kültürün kölesi olduğum üçün ancaq sistemlə almalıyam. Görün neçədir? Böyle bir dənə bacıma yığım görüm alım. Alım səncə? Cerrahisi ne güzeldi. Alsam mı? Neçədir? 50 avro. Bence çok pahalı. Bahadır. Bacım baha deyirsə almırıq. Getmə, gözlə belə eləyəcəm. Kafamda deli sorular. Dəli hərəkət eləmə deyəcəkdim. O daha maraqlıdır. Güya indi biz safıq amma enayi deyilik kafasıyla. Oradan çıxdıq ki 5 avro verməyə əsla şeyə. Gəl burada 4.90-a. 10 sentdə 10 sent deyə düşünürəm. Aralarında qaldığım budur, budur. Bu çox qəşəng görünür amma çox balacadır. Hansını götürüm bilmirəm. Bunu götürdüm. Seçimimi göstərmək istədim belə. Şəhərdə gəzərkən belə bir şinyaçı diqqətimizi çəkdi və içəridə Cedric Gulletin məşhur olan mustağını gördük. Dedik, məncə almadan və yoxlamadan olmaz. Yediyim ilk musdur. Bunu demə utanıram. Amma gözəl dadır, maraqlı dadı var. Melamorda daha qəşəngi var. Bunun eynisində Bakıda, bunun daha yaxşısı Bakıda 3 filialı olan Melamorda daha gözəllərini yeyə bilərsiniz. Yol üstü kafelərdən birində keçib biraz dincələk. Həm də isinək. Kafeyə girdi və biraz isinmək üçün çay içmək istədi. Sifariş elədi və bizə 6 avroya, 6 yoxsa 7 avro. 7 avroya sadəcə bir su, isti su və paket çay verdilər. Mən həmişə insanlara da bunu deyirdim ki, səyahətə verdiyiniz pul heç vaxt itmir. Yəni nə qədər xərcləsəniz də bu sizin gözünüzə görünmür, amma bir suya 7 avro vermək gözünüzə görünə bilər. 7 avroya bizə keyfiyyətsiz bir paket çay veriblər. Tətillərdə tətilə gəldiyiniz zaman hər şey istədiyiniz kimi getməyəcək böyük ehtimal. Ən azından %100 hər şey istədiyiniz kimi olmayacaq. Planlarınızdan kənar hadisələr baş verə bilər, planladığınız şeylər olmaya bilər. Amma məncə bunlara görə məyus olmayın. Güneşin için güneş olaraq niyə belə oldu ki? Planlanmamış şeylər bəzən daha gözəl olur. Elə indi bizim yaşadığımız şey kimi Viyanaya gəlməmişdən əvvəl ilk istədiyim şey və hətta ən çox istədiyim şey Luna Parka gəlib, Praterdə yerləşən Luna Parka gəlib karuselə minmək idi. Amma bəzi şeyləri diqqətdən qaçırmışdım. Qış olduğu üçün işləmirmiş. Amma bir də gördüm ki, Luna Parkın ərazisində sadəcə bu restoran işləyirdi. Bacı, bizim yeməyimiz deyildi. Bizim yeməyimizə gələr. Hə, nə deyirdim? Deyirdim ki, Luna Parkın ərazisində yerləşən bu roller coaster kafeni gördü. Planlarım isə bu var idi, ancaq ikinci plan atmışdım ki, gedərik, getmərik falan. Amma yaxşı ki gəldik məncə, çünki çox maraqlı kafedir. Bizimdir, bu bizimdir. Kalamar, spagetti mix bolognese.
oturduğunuz masanın nömrəsi qeyd olunub və buradan da anlaya bilərsiniz ki, bu yemək sizin. İyi, çox qəşəng gəlir. İkisi də dadlı görünür. Görən necədir. Və içki. Raspberry soda olmalıdır bu. Kalamarın dadına baxaq. Nasıl oldu? Yemək yediyim vaxtda belə zövqlə yemək yediyim vaxtda işıqlar söndü. Və sən demək roller coaster restoranında sizin şov vaxtıymış. Şova baxaq. İbarət bir şov göstərisi olacaq. Biz yeməklərimizi yeyib bitirdik. Restoran haqqında və yeməkləri haqqında ümumi olaraq sizə demək istəyirəm ki, bu tipli məkanlarda adətən şou proqram və interyer daha ön planda olduğu üçün yeməklərinin dadı və keyfiyyəti biraz zəif olur. Mənim də bura girəndə gözləntim elə idi. Yeməkləri dəmir qabda gəlməsinə baxmayaraq həqiqətən çox ləzzətli idi, dadlı idi. Normal lüks məkanda yeyilən yeməkdən əla dadırdı. Viyanada ən məşhur dönər restoranlarından biri də elə türklərə məxsusdur. Adı Ferhat. Ferhat yoxsa Ferhat? Ferhat dönər dedim, bir də onun dadına baxın, çox tərifləyirlər. Nə qədər? Şinit eləyirsən ya, öncə dönərin yerini vermir. Biz sos əlavə eləmədik dönərin içinə buna, amma bunu elədik. Onun da dadına baxın. Biri çörəkdədir, biri lavaşda. Bu 12 idi, 12 avro. Bu 9 avro idi. Qanunla hesablayın, totalı 24 avro. Yadıma düşmür. Mən dönəri soslu sevirəm. Qrovankını yeyə bilmirəm. Qəhər boğdu yeməli, qrovankını yeyib. Mən sosuna görə bunu daha çox bəyəndim. Kaş dürümü sosda eləyərdik. Amma ikisi də gözəldir. Bəli, Viyana vloqumuz elə burada da sonlandı. Amma inanın, bu şəhər kameranın göstərə bildiyindən qat-qat daha gözəldir. Bir rəfiqəm onunla səyahət etdiyimiz hər şəhərdən ayrılanda mən burada yaşayardım deyirdi. Bu dəfə Viyanadan ayrılanda eyni cümləni deyən mən idim. Bax, mən burada yaşayaram. Bir gün bu şəhərə yolunuz düşsə, nə demək istədiyimi o zaman daha yaxşı başa düşəcəksiniz. Mən əvvəllər düşünürdüm ki, getmək üçün bəzən sadəcə səbəb lazımdır. Amma sonra anladım. Əslində elə ən böyük səbəb sən özünsən. Eyni yerdə qalmaq asandır. Həmişə eyni küçə, eyni yol, eyni insanlar. Amma insan biraz da olsun etməlidir. Çünki yolunu tapmaq üçün bəzən sadəcə getmək lazımdır. Növbəti səfərlərimizdə yenidən görüşmək üzrə.